Salam yoldaşlar, mən Qacar Akademiyanın yeni fəlsəfə müəllimi İsmail xan Məmmədli. Bu gün sizə doktoranturaya düşəcək ən əsas iki sualdan bəhs edəcəm. Dünya görüşü və onun tarixi formaları, fəlsəfənin predmeti və onun funksiyaları. Bu suallar bir-birinə əlaqəli olduğu üçün ilk növbədə biz dünya görüşünün nə olduğunu öyrənməli, onun tarixi formalarını, səviyyələrini aydınlaşdırmalı. Daha sonra fəlsəfi dünya görüşünə, onun predmetinə və funksiyalarını keçid almalıyıq. İlk növbədə başlayaq dünya görüşündən. Dünya görüşü ən bəsit, ən sadə formada insanı dünyanı necə dərk elədiyi və o dünya daxilində özünü necə anladığıdır, onu necə qavradığıdır. Bunu biraz misallarla açıqlayaq. Misal üçün, mən insan olaraq subyektəm, obyekt ətraf aləmdir. Mən obyektin daxilində özümü necə anlayıram, özümü hansı mövqedə görürəm və ikinci növbədə həmin obyekti, özümdən kənarda olan hər şeyi necə qavrayıram, onlara hansı dəyərlərlə yanaşıram, necə yanaşıram. Bununla bağlıdır. Dünya görüşünün strukturunda gündəlik və elmi biliklər, eyni zamanda dəyərlər yer alır. Bunlara ehtiva edir dünya görüşü. Dəyərlər onun yanaşma prinsipinin asılıdır. Çünki dünya görüşü dedikdə biz nəyə nəzərdə tuturuq? Mən misal üçün bu obyekti necə idrak edirəm, ona necə qiymət verirəm və onun müstəvisində, onunla və yaxud onun xaricində olan obyektlərlə necə davranıram? Bu dəyərlərə gedib çıxır, bu yəni anlayışlara gedib çıxır. Onun tarixi formalarını keçid alsaq, tarixi formaları mifoloji dünya görüşü, dini dünya görüşü, fəlsəfi dünya görüşü və elmi dünya görüşü ayırd edə bilərik. Amma ilk növbədə onun səviyyələrini ayırd etməliyik ki, tarixi formaları keçid alaraq. Səviyyələri ilk növbədə dünya duyumudur. Bunları yazım ki, daha aydın olsun. Dünya görüşünün səviyyələridir. Dünya duyumu bu ən bəsit dünya görüşü formasıdır. Burada biz duyğu üzvlərimiz vasitəsilə obyekti, yəni dünyanı qavrayırıq. İkinci növbədə dünyanı qavrama, bura qavrama yazıram, ümumi, çox vaxtınızı anlamaq üçün. Üçüncü növbədə isə dünyanı anlama. Dünyanı qavramada isə biz ümumi obrazlar yaradırıq və bunun müstəvisində, bunun kontekstində dünyanı dəyərləndiririk. Onun ən üstündə, təbii ki, burada da emosional tərəf var. Üçüncü formada isə dünyanı anlamadır. Tamamilə intellektual səviyyədir. Ümumi mənada bu üç formanı, səviyyəni biz iki yerə aid edə bilərik. Emosional və intellektual səviyyəyə. İlk iki səviyyədə emosional səviyyə üstünlüyü təşkil edir. Üçüncü səviyyədə isə intellektual səviyyə üstünlüyü təşkil edir. Bunu ən rahat formada qavramaq üçün necə ayırd etmək olar? Biz dünyanı necə anlayırıq? Anlama prosesi necə baş verir? Birinci növbədə bizim 5 duyğu üzvümüz var, bildiyiniz kimi. Bu duyğu üzvləri vasitəsilə biz hər hansısa bir obyekti dəyərləndiririk. Görürük, toxunuruq, qoxusu gəlir, eşidirik və s. Bunlardan sonra bizim beynimizə bu məlumatlar gedir. Bu duyğu üzvlərimiz vasitəsilə aldığımız məlumatlar xüsusi əhəmiyyət kəsb edir və bu dünya duyumu adlandırılır. Daha sonra dünyanı qavrama gəlir. Dünyanı qavramada bu obyekt üzərində biz hansı qavrayışlar toplamışıqsa, hansı bilikləri toplamışıqsa, bu bizim qavrayışımızda ümumiləşdirilir və ümumi bir obraz yaradılır. Yəni, misal üçün, X bir insan haqqında biz duyğu üzvlərimiz vasitəsilə onu eşidirik, görürük, müəyyən qoxusunu alırıq, toxunuruq və onunla ünsiyyətə daxil giririk. Bu duyğu dünya duyumudur. Daha sonra X bir obraz yaranır qavrayışımızda. Daha sonra onu anlayırıq, yəni dünyanı anlayırıq. Bu artıq qavramadan üstün bir mərhələdir. Nəyə görə? Çünki qavrayış elə bir psixi prosesdir ki, qavrayış zamanı subyektlə obyekt arasındakı münasibət birbaşa olmalıdır. Yəni, mən kənarda o həmin X insanını qavraya bilmərəm, onu sadəcə anlaya bilərəm. Ona görə bu intellektual səviyyə adlandırılır, digərləri isə əsasən emosional səviyyə adlandırılır. Daha sonra biz keçək tarixi formalara. Tarixi formalar 4 yerə bölünür, bəzi ədəbiyyatda 3 yerə də bölünə bilər. Birinci növbədə mifoloji dünya görüşü forması gəlir.
Mifoloji dünya görüşü forması gəlir. Mifoloji dünya görüşü forması ən ümumi formadır. Yəni burada incəsənət də var, din də var, fəlsəfi dünya görüşü də var, elmi dünya görüşü də var. Bunlar hamısı ümumi olaraq dəyərləndirilir və həyatı bu cür dərk edirlər. Bu mifoloji dünya görüşünün daxilində bütün digər dünya görüşü formaları özünü ehtiva edir. Bu bütöv xarakter daşıyır mifoloji dünya görüşü forması. Daha sonra bizdə gəlir dini dünya görüşü. Dini dünya görüşündə həyat, dünya ümumilikdə insan həm özünə, həm dünyaya müəyyən metafizik anlayışlar, yəni təbiət üstü anlayışlar vasitəsilə özünü və dünyanı mənalandırır. Bu dini dünya görüşüdür. Təbii ki, mifoloji dünya görüşündə də bu var, amma dini dünya görüşünün mifoloji dünya görüşündən fərqi əsasən daha sistematik xarakter daşımasıdır. Və dini dünya görüşü eyni zamanda əxlaqi istiqamət verir, insanın 24 saatını idarə edir, bunu etməlisən, bunu etməməlisən və s. anlayışları özündə ehtiva edir. Daha sonra bizdə üçüncü plana gəlir fəlsəfi dünya görüşü və dördüncü elmi dünya görüşü. Fəlsəfi dünya görüşü ümumilikdə ən ümumi anlayışlarla dünyanı anlamağa çalışdığımız dünya görüşü formasıdır. Ən ümumi anlayışlar dediyim nəyi nəzərdə tuturam? Yəni spesifik bir anlayışlardan istifadə eləmirik. Yəni X, Y insanını anlamağa çalışmırıq biz. Ümumilikdə insanı anlamağa çalışırıq. Və fəlsəfi dünya görüşünün dini dünya görüşündən fərqi və özünə məxsusluğu onun tənqidi xarakterə sahib olmasıdır. Eyni zamanda daha rasional və sistematik xarakterə sahib olmasıdır. Çünki dini dünya görüşü dogmatikdir, ehkamsıdır, tənqidə yeri yoxdur, inanca bağlıdır. Fəlsəfi dünya görüşündə isə fəlsəfə ümumilikdə tarix boyu filosofların bir-birlərinin tənqidi nəticəsində inkişaf eləmiş dünya görüşü formasıdır. Daha sonra biz gəlirik elmi dünya görüşünə. Elmi dünya görüşündə isə burada cəmiyyəti, təbiəti, dünyanı açıqlamağa çalışırıq. Elmi dünya görüşü bundan ibarətdir. Bəs elmi dünya görüşünün fəlsəfi dünya görüşündən fərqi nədir? Fəlsəfi dünya görüşü həm din kimi obyekti, yəni dünyanı mənalandırır, həm də açıqlayır. Həm də elmi dünya görüşü kimi obyekti, yəni dünyanı açıqlamağa çalışır. Amma elmdə mənalandırmaq yoxdur. Elm heç vaxt, misal üçün, yağış yağanda bunu mənalandırmağa çalışmaz. Dini dünya görüşü isə bunu eləyə bilər. Yağış yağanda rəhmət yağır deyə bilər. Amma elmi dünya görüşündə bu olmaz. Elmi dünya görüşü yağış yağmanın müəyyən fiziki və kimyəvi prosedurları açıqlanır. Amma fəlsəfi dünya görüşündə bunlar ikisi də özündə ehtiva edir. Fəlsəfənin dini və elmi dünya görüşünün əsas fərqi bundan ibarətdir. İndi isə keçək ikinci sualımıza, fəlsəfənin predmeti və onun funksiyaları. Fəlsəfənin predmeti dedikdə ümumi mənada biz şablon izahlardan, təriflərdən kənarlaşsaq, fəlsəfəyə mən belə izah verərdim ki, fəlsəfə düşünülmüş mövzular ətrafında yenidən düşünməyə cəsarət etməkdir. Bunu necə açıqlamaq lazımdır? Çünki biraz çətin cümlə oldu, fərqindəyəm. Misal üçün, fəlsəfədə 2500 illik, fəlsəfənin 2500 illik tarixi var. Əgər antik Yunandan biz bunu qəbul etsək, fəlsəfənin yaradılışını. Fəlsəfə Aristoteldən, Platondan, Sokratdan bəri eyni problemlər üzərində filosofların rəylərindən ibarətdir. Onlar müəyyən şeyləri, müəyyən problemləri yenə düşünürlər və onlara dair rəy bildirirlər. Fəlsəfə ilə məşğul olan insan da məhz bu düşünülmüş olan problemlər üzərində yenidən düşünməyə cəsarət edən insandır. Fəlsəfənin predmeti məhz bundan ibarətdir əslində. Çünki problemlər heç vaxt dəyişmir, problemlər daim yerində qalır. Bizim ona yanaşmamız dəyişir. Misal üçün, cəmiyyətdə ədalət problemi, azadlıq problemi, bərabərlik problemi, gender problemi, siyasi, iqtisadi problemlər və s. Bu 2500 ildə dəyişmir, tamamilə yerində qalır və forma dəyişdirir. Amma bizim ona yanaşmamız daimi formada inkişaf edir və dəyişir. Və ümumi mənada yenə də qeyd edeyim, fəlsəfə düşünülmüş olan mövzular ətrafında yenidən düşünməyə cəsarət etməkdir.
Daha sonra keçək onun funksiyalarına, fəlsəfənin funksiyaları. Fəlsəfənin funksiyaları iki yerə ayrılır ümumi mənada: dünya görüşü funksiyaları və metodoloji funksiyalar. Dünya görüşü funksiyalarında biz qeyd edə bilərik ki, rasionallaşdırıcı funksiya, izah edici funksiya, qiymət verici funksiya və s. Daha sonra metodoloji funksiyalara biz izah verə bilərik ki, evristik, daha doğrusu açıqlaya bilərik ki, evristik funksiya, əlaqələndirici funksiya, evristik nəyisə yaratmaq, ortaya çıxarmaq, əlaqələndirici funksiya misal üçün metodoloji funksiya olaraq olduqca önəmli kəsb eləyir. Çünki digər elm sahələri ilə fəlsəfə daim kontaktda və əlaqədə olub tarix boyu və bu əlaqənin də ortaya çıxması məhz əlaqələndirici funksiyada ortaya çıxır. Çünki digər elmlər olmasa, praktiki olaraq nəyisə sübut etmək və ya fəlsəfə olmasa, nəzəri olaraq nəyisə ortaya atmaq mümkün deyil. Ona görə digər elm sahələri ilə fəlsəfə daim əlaqədə inkişaf etmişdir. Daha sonra fəlsəfənin predmetində biz əsasən ona yanaşmada 4 səpkini aid edə bilərik. Bunları yazın. Birinci növbədə ontoloji. Ontoloji varlıq haqqında təlimdir. Burada varlığı yazıram. İkinci növbədə qnosioloji. Bu idrak haqqında təlimdir. İyi yazdım. Daha sonra biz burada aksiolojini qeyd edə bilərik. Aksioloji dəyərlər haqqında təlimdir. Dördüncü növbədə isə biz mənəvi praktikini ayırd edə bilərik. Mənəvi praktiki səpkini ayırd edə bilərik. Mənəvi praktiki səpki. Bu isə insanın iki tərəfini, yəni həm mənəvi tərəfini, həm də praktiki tərəfini öyrənən fəlsəfənin predmetinə dair səpkilərdən biridir. Başdan başlasaq, ontoloji tərəf, səpki varlıq haqqında təlimdir. Varlıqlar ümumi mənada bir neçə yerə bölünür. Bunda fəlsəfə imtahan suallarından biridir. Yəni burada zəruri varlıq var, mümkün varlıq var, əşyaların varlığı var, sosial varlıq var və s. Daha sonra qnosioloji idrak haqqında təlimdir. Burada əsasən suallar belə: biz dünyanı necə dərk edirik, dünya dərk edə bilərikmi və s. Daha sonra üçüncü növbədə aksioloji dəyərlər haqqında təlimdir. Dəyərlər də universal dəyərlər varmı, yoxsa dəyərlər nisbidir və s. Bunlardan danışılır. Vaxtımız məhdud olduğu üçün hər birini ayrıca tamamilə izah edə bilmədim. Amma ümumi mənada düşünürəm ki, fəlsəfə özlüyündə çətin və dərin olsa da, imtahan üçün məncə olduqca rahat və keyfiyyətli şəkildə öyrənmək olar ki, imtahanı müəyyən asanlıqla keçə bilərsiniz. Mənə dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.